bu məsələni məncə bütövlükdə həll etmək olmaz. Yəni bütövlükdə biz gələk oturaq, hələ Amerika ilə danışıq da olsa, yenə də zor işdir bu. Yəni yazacağıq, məsəl üçün, mən bunları, bu işləri mən görüm, bu işləri sən gör, o da alınmayacaq. Ola bilər bütövlükdə bir yerdə yazılsın, razılıq olsun. Amma hər halda bunlar bir-bir olmalıdır. Ona görə desinlər, yaxşı, bu bir dənə işi mən görürəm, sən də bu işi gör. Yaxşı, gördüyün, yaxşı, keçər ikincisinə. Getməsə, bir tərəf eləməsə, təbii ki, o ikincisinə getməyəcəklər. Sadəcə iradə istəyir, biraz da məntiqlə olmalıdır da iki tərəfdə. Amma hər halda Trump qılıncı üzdən bağlayıb da, elə görürsünüz ki, hamını hədəliyir da, öz müttəfiqlərini hədəliyir. Ben de zaten oranı da, buranı da, onun da sonu görək ne olur da. Ben de zaten tam oradan bir şey söyleyecektim. Afşar Bey, sizin yanaşmalarınız bana biraz böyle çok naif ve şey geldi. Yani diplomatik bir münasebete siz ehemmiyet veriyorsunuz ama karşınızdaki kuvve, hani bizde bir atasözü vardır. Kurt bir kere kuzuyu yemeye karar vermişse yani her şey bahane olur. Yani şimdi Amerika ile İsrail 2020'den beri Akdeniz'de sürekli ortak tatbikat yapıyorlar. Ağır silahlı, ağır bombardıman uçaklara geldi. Uçak gemisi geldi, biliyorsunuz bu Hamas saldırısından sonra. İsrail her gün adım adım bir yerleri işgal ediyor. İşte İran'ın proxy kuvvetlerini de aradan çıkardı, Hizbullah'ı tasfiye etti, onu yaptı, bunu etti. Şimdi İsrail açıklama veriyor ki işte artık sıra İran'da. İran buna bağlı tatbikat geçiriyor. Olağanüstü hal ilan edildi neredeyse ülkede. Siz hala diyorsunuz ki işte danışıklar şey yapabilir. Eğer razılıkla şey yaparsa hani bu iş suhuletle hallolabilir. Hala buna gerçekten ihtimal veriyor musunuz ki eğer onların bu niyeti varmışsa bu dursun yani? Söhbət, hər halda mən bir diplomatam. Yəni diplomatiya önəm verməliyəm. Amma bunu da bilirəm ki, hər halda nə qədər də müharibə olsun, insanlar kırılsın, ne olsun, sonu diplomatiya ilə çözülməli. Doğru, o doğru. Ama şu anda o aşamada yani mıyız? Budur da, yəni həmişə belə olub. Amma məsəl üçün tərəflər istəyir öz gücün göstərsin. Deyir ki, mən bu gücümü göstərib diplomatiyaya gələndə çox alım az verir.